Şahin, birinci liqadan dəvət olunan yeganə oyunçusuz. Hətta hər birimiz belə deyək, müsbət mənada çox təəccübləndik bu xəbərə. Necə idi milli komanda, toplanış, buranın ab-havası? Milli komanda hər kəsin xəyalıdır əlbəttə ki. Mənim üçün də yaxşı keçdi həqiqətən. Böyük bir təcrübə oldu milli komanda. Özündən təcrübəli futbolçularla bir yerdə məşq eləmək, onlarla söhbət eləmək, danışmaq öz böyük bir təcrübədir mənim üçün. Düzdür, bu yoldaşlıq görüşüdür, yoxlama görüşdür, amma ilk 11-likdə idiniz. Gözləyirdiniz ümumiyyətlə Fernando Santos sizə şans verəcək ilk 11-likdə? Birinci gündən, birinci liqadan dəvət aldığım gün üçün o şansı gözləyirdim əlbəttə ki, amma əsas heyətdə düzü gözləmirdim. Məhdiyyə təşəkkürümü bildirirəm. Bugünkü məğlubiyyətin səbəblərini nədə görürsünüz? Niyə görə komandamız qol vura bilmir sizcə? Əslində qol epizodlarımız oldu, amma son nöqtədə, elə adi mənim özümdə də son nöqtədə çatışmamazlıqlar oldu. İnşallah gələcək oyunlarda bunu dəyərləndirmək istəyir. Fərdi olaraq qarşıya qoyduğunuz hədəflər hansıdır? Əlbəttə ki, bir futbolçu kimi Avropada çıxış eləmək istəyirəm, daha da böyümək istəyirəm.